Herkese salam. Sənbərin kanalına xoş gəldiniz. Sizinle yeni bir video çekmek kararına gelmişim. Çayımızı, kofemizi götürüb gəldik. Siz də götürün gəlin, səmimi söhbət edək. Ben bir yani içim sorar. İstemedim. Bugünkü videomuz nedir? Böyle bir şey. Böyle ikimiz de gördüğünüz gibi makyajsızıq. Yine Vüsün evinde. Vüsü makyajsız ola bilərdi. Mən bu tipimle gelmişim yolu. Ta ki size bu videonu çəkəcəm deyə fədakarlıq eləmişəm. Biz makyaj çantalarımızı gətirmişik. Ama bu dəfə makyaj çantalarımızı dəyişəcəyik və bilmədiyimiz, mən bilmirəm içində Vüsü nə qoyub. Vüsü də bilmir ki, mən nə qoymuşam. Sadəcə bəxtimiz ondan gətirib ki, renk tonlarımız yaxındır. Ümid edirəm ki, çox bərbad bir şey olmayacaq. Çantaları dəyişdirək və baxaq görək necə bir video alınacaq. Çox şirindir bu arada qabı. Bunu da mı götürsəm acaba? Bu da çox qəşəng. Çox bəyəndim. Bu arada Vüsü almışdım mən ona hədiyyə. Ay Allah. Ay, Mən sənə deyəsən biraz kasıb mallar gətirmişəm. Burada indi görəcəkləriniz çox olacaq. Məsələn, NYX-in üçlü paleti Sənbərin ən sevdiyi. birinci bunu gördüm. Dodağımı nəmləndirərək başlamaq istəyirəm. Dəhşət quruyan bir dodaqlarım olduğu üçün. Mənə dodaq nəmləndirici qoymusan? Yes. Carmex qoyub. Heç sevmirəm. Pastelin highlighter'ını qoyub. Təzəmsən mı? Aralarında əslində ən sevdiyim Carmex-dir. Mənim istifadə etdiklərimdən. Yəni Frudian'da istifadə edib fikrimi bildirəcəyəm. Mən bəyənmirəm. Bunun qoxusunu sevmirəm. Hə. Əslində çox sevirəm. Tonal krem. Mənə gətirib Mizon və Arzum. Bununla bağlı mən Instagramda video çəkmişdim. Əgər izləməmisinizsə, Instagram səhifəmi bura qoyuram. Keçin, izləyin. Çox bəyənmişdim. Vüsüdə də ondan var. Ona görə də çox sevindim bunun olmağına. Mən sadəcə buradan sponcumu götürəcəm. Xahiş edirəm sponcumu verin. Biraz hijyenik lütfən. Başlayıram. Əndik. Bu arada bura baxacağam çünki məndə güzgü burdadır. Mən də hamısını çıxarım, göstərək də sonra istifadə elədikcə. Kiko gətirib mənə ən sevdiyim. Mişan BB kremi. Yoxlamamışdım bunu. Hazır almaq istəyirdim. Oradan. Hə, kremiyə gətirsən, mən kremiyə qoymadım. Nəmləndirici qoydum. Nəmləndirici də yoxdur. Bir dəqiqə də yavaş. Mən başlamadım axı. Nəmləndirmənin üzvü. Mən nəmləndirmirəm. Nəmləndirmişəm. Elə gəlmişəm. Yenə yaxşı. Baza olsaydı yenə istifadə edərdim, amma gördüm baza yoxdur. Üzrüm maksimum çıxmasa mən baza gətirmişəm. Qızın yatıb, yoxsa gedib gətirərdim sənə bazı. Yox. Gəlmə para. Toy var deyəsən çöldə. Bu boyda güzgü verib. Özüm də ki, arxa fonda sizə göstərirəm biraz. Heç ağlıma, Nəyə baxıram? heç ağlıma gəlmədi ki, bizdə güzgü yoxdur. Biz evimiz yenidir deyə. Hələ ki çox şeyimiz yoxdur və mən bloger olmadığıma görə belə bir ehtiyacım da yox idi. Ona verdiyim güzgü də çox komikdir. Mən də getdiyim hər evdə şey deyirəm. Tripod var, ring light var, hamısı belə. Təbii ki də yox. Sənbər hamının Elə biləm ki, hamının evində var. Hə. Çox qəşəng tananidir. Gör rəngimi tamamilə bərabərləşdirdi. Qiyməti 30-40 manat arası olur. Gözəldir. Mən biraz qiymətlərlə bağlı problemim var. Mən narahat olmayın. Qiymət demək mən demək, hamısının qiymətini sizə deyim budayım. Deməli, mən çox həyecanlıyam. Sən həyecanlısan məsələrin çünki burada revbit falan gördüm. Mən bundan heç birisini istifadə eləməmişəm amma yaxşıdır. Yaxşı xəbər, heç birisini istifadə eləməmişəm. Gözəl. Mən buradakilərdən istifadə eləmişəm. Anastasiyanın Qaş karandaşı. Qaş doldurmaq üçün. Hanı? mən qaşımı doldurmam. Necə Ona doldurmaq? görə lazım deyil deyə düşündüm. Ay, o ən əhəmiyyətli şey. Nəysə, Mən bunu nəylə vuracağam? vuracağam? Mən bunu nəylə vuracağam? Nəylə? Orada qaş karandaşımın arxasında fırça var, onun üçün hələ ayrıca fırça almamışam. Bu boyda Olar fırça mı ikisini dəstim var. bastığı ilə edeyim? Amma içində qaş darağı yoxdur. Ala da, deyil qaşları. Yox, şey üçün deyirəm, onun üçün deyirəm. Ver özdə o sən deyil mən ver. Və qaşımı doldurum da bir dənə. Oxuyun da evlənsinlər yoxsa yox. Baxır kimlə evlənirsiniz. Kimlə evlənmək çox önəmlidir. Yəni evlilik Orada yaşlı da deyiləm. rahatdır, asaddır. Nə? Yaşlı da deyiləm. Yaşımı deyim. Qadına yaşlaşmazdan niyə yaşımda dizdirsən ki, mən məcbur. Görürsünüz, yaşımı dizdirir məcbur. Videomu böyle yürümez ki. Her şey değil olmaz. Təxmin eləsinlər. Ay yox, təxmin eləməyin. Sən Allah. 30-35 deyərsiniz burada. Mən moralimi bozmayın. Mən moralimi bozmayın. 26 yaşım var. 26 yaşım yeni Qoy olub. mən sizə 27-nin içindəyəm. Əslində moda görə, duruma görə yaşımı fərqli deyirlər. Əslində, nə bilim, bəlkə də bəzənməkdən də asılı ola bilər. Ben elə makyaj edirəm ki, yaşlı görünürəm. Mən də bəzən elə makyaj edirəm ki, 30-35 göstərdiyimi zənn edirəm. Amma bəzən də elə olur ki, hamı deyir ki, məktəblisən. Hətta bəzən mənə qarışdırırlar. Bilmirəm, siz nə düşünürsünüz bu haqda?
Sən neynədin? Hələ ki, yavaş-yavaş elədə, sən çox... Mən o qədər professional olmuşam. Öncə qapatım falan olmuşam ki, bitirirəm. Keçən bura falan. Fikrini bu arada Mişanı bildirərsən, mən çox bəyənirəm. Çünki mən almaq istəyirdim, yüngül bir gün ərzində istifadə edirəm. Bu arada mən istifadə elədim L'Oreal-ı, çox bəyənirəm bunu. Sənə də bunu gətirəcəkdim, təəssüf ki, bitib məndə. Ona görə bizə tart gətirmişəm. Rare Beauty bronzer, biraz tündür bu. Bunu səhvən tünd vurmuşsan? Yox. Bilərək bunu Yaxşıdır axı, məncə yaxşıdır. Bronzer dediyin tünd olur. Yayanda elə olmur axı, çox vurma. Pigmenti çox yüksəkdir. Deməli, günlərin bir günü mən işdən çıxmışdım və yeni bir iş axtarırdım. Çox qısa müddətdə işdən çıxmışdım, bir həftə idi. Bir dənə şirniyyat yerində iş gördüm, vakansiya. SMM vakansiyası, heç işləməmişdim o vakansiyada və düşündüm ki, yəqin ki, mənlik olar. Müraciət elədim. Sən necə müraciət elədin? Mən unutmuşam o hissələri. Mən iş axtardım ümumiyyətlə. Qabağıma çıxan hər yerə gedirdim. Bosaza girdim və elanı gördüm. Dedim gedim evimə də yaxındır. Çünki o vaxtlar evli değildim, nişanlı değildim, subay idim. Yox, nişanlıydım. Nişanlıydım. Sadəcə ehtiyacım yox idi işləməyə. Sadəcə belə evdə oturmayım deyə. Bəs markadır. Glamdır o. Adı o. Glam, hə. Görməyəcəm. Getdim də nə görsəm yaxşıdır. Mən 24 qız gözləyir. İşini sən də sil. Hə? Tikini işləyim sən də. 2 sənələr yəni. Tamam. Sakin ol. Bir şey yok. Yavaş-yavaş elə də. Sən Yaxşında mən danışım. Sən biraz elə mənə çat. Ay gözə ənliyim bir quruyur. Onu tez yayım. Deməli, harda qalmışdın? Hə, vakansiyaya getdik. Nəsə 24 qız oldu ondan sonra da və mən öyrəndim ki, Vüsalə ilə biz rakibiz. Evə gəldim dedim ki, İkinci mərhələ idi bu arada. İkinci mərhələdə getmişdik. 7 qız idik. Hə, çox pigmentli. 7 qızını gözləyirdik. Birinci yerdə sən xəbər edin də deyəsən, hə? Yox, məndən qabaq 2 qız girmişdi. Hə, müdürümüzün bir dənə xasiyyəti vardı ki, hamı ilə görüşüb ilk gün qərar verirdi. Evet. Məncə çox adil idi. Nəysə burada keçmiş müdürümüzü biraz çox təriflədim. Ya tərifləsi insan idi. Mən yaxşı gəlmiş keçmiş ən yaxşı müdürlərimdən. Hə, həqiqətən. Mən də ümumiyyətlə öyrəndiyim, öyrənəcəyim. Nə o məni görürdü, nə mən onu görürdüm. Onu gördü, çox sevirdik. Yox, mən bütün gün müdürümlə bir yerdə idik. Demək olar ki, bir yerdə işləyirdik və niyə? Niyə şey... eyni vakansiyadır və biz niyə ayrıldıq? Onu da indi anlatacağıq. Anneciğim. Neysə? Bir də. Hə, bir də məhsul götürsən. Hə. Vüsü. Ondan sonra ələndə deyəsə 3 nəfər qaldıq, hə? Hə. O üçüncü qızı necə göndərdik ki biz? Bilmirəm. Kim bizə üçüncü qız? Ya, Ne ara düşmüş oraya? Mən o üçüncü qızı heç xatlamıram. Çünki mən Vüsaldən çox qorxurdum. Vüsalə o qədər bilmiş otururdu ki, mən də SMM heç işləməmiş. Yəni bildim ki, Vüsalə SMM-lə işləyib gəlib ora. Dedim ki, ayda. Mən də ondan əvvəl həmişə şirkətlərdə işləmişdim. Hə, onu demişdi. Gəlib orada dedi ki, mən şirkətdə işləmişəm. Mən isə belə idim. Make-up artisti işləmişəm. Topçubaşovda qeydiyyatçı işləmişəm. Yəni mən işlədiyim işlərin SMM-ilə bir əlaqəsi yox idi, amma özgüvəni görürsünüz. Başlamışam ki, mən elə də qəbul olacağam da. Yəni. Mən də Plazada işləmişdim həmişə. Gəlib istehsalat sexini görəndə şok olmuşdum ki, nə? Mənim üçün isə istehsalat dedi çox wow idi. Vüsal deyəndə ki, ayda bu nədir? Belə baxanda mən də onda Vüsaldan qaz aldım. Başladım dedim ki, ayda bu nədir belə? Amma içində deyirdim ki, burada işləyəcəm. Amma yox, mən heç bəyənməmişdim ilk dəfə. Vüsalənin müdürümüzə görə qalmışdım. Vüsalənin biz nəyini bəyənirəm? Orada gəldi Vüsalə, normalda məsələn, mən orada öyrəndim də çox şey və Vüsalədən öyrəndim demək olar ki, çox şey ki, məsələn, öz dəyərini bilmək, özgüvənli olmaq, haqqını tələb eləmək, mən bunları bilmirdim. Çünki bu günə qədər işlədiyim heç bir işdə bunları əlimizdən alırdılar da. Yəni müdür daha basqın idi. İnsanlar haqqını tələb eləmirdilər. Nəysə Vüsalə orada gəlib müdür bizə deyəndə ki, sizin artıq bayramlarınız yoxdur. Siz altı bazar bir xadına qala bilməzsiniz deyəndə. Mən belə idim. Maaşını maaşı deyil, köleniz olayım kimi kafasında gəlib. Vüsalə də qəhdi belədi. Nə? mən də belə eləyəm. Şok olmuşdum. Bunu atacaqlar, mən keçəcəm. Mən öz dərdimdəyim. Vüsalə qəhdi dedi ki, bir dəqiqə, necə yəni, mən bayramlarda evdə olmalıyam. Həftə sonu götürə bilərəm bu xadını. O anda mən belə idim. Mən gələ bilərəm. Onu götürmür. Sən hər şeyə mən okeydim. Mən gələ bilərəm. O gələ bilmir. Həmin gələ bilərəm idi. Kimisindən idi. Amma haqqını tələb etdiyi üçün müdür çox bəyəndi. Mən də haqqını tələb etdim. İki zıt insanı. Nə bilsən? İki zıt insan dedi ki, bunlar qəbul edin, qırışsınlar bir.
Üçüncü nəfər kim idi? Xatırlamıram. Mən də xatırlamam, amma çox tez getdi. Elə bir onu Məncə də sağ biz bir elədi. günə göndərdik də onu. Yoxsa üçüncü nəfər yox idi ümumiyyətlə bizə elə Məncə gəldi. müdür test eləməyə çalışır ki, görüm özgüvənli adam daha çox qalacaq burada, yoxsa özgüvənsiz. Hansı işi daha yaxşı qavrayacaq kimi oldu ki, bizim aramızda seçim eləyə bilmədi. Hə, biraz Çünki ikimiz də işləməyi sevirdik. bəli. Niyyətlərimiz fərqli ola bilər. Birimiz pulgil, birimiz də ki, iş ortamı axtarıyor ola biləriz. Amma əsas məqsəd nə idi? İşləmək. İşləmək. Əziyyət etmək. Adildir görə. Yo, üst qonşumuzdur. Adı necə tapdıbsa dedi. Üst qonşumuz. Üst qonşumuzun bir dənə uşağı var, Allah saxlasın. Xahiş edirəm, uşaqlarla bir şey deməyək. Demirəm zaten. Deməməyə çalışıram. Amma uşaqda bir enerji var. Yəni uşağı saxlaya bilənə eşq olsun. 7 saat 2-də belə o tərəfə və uşaq durmadan o tərəfə tap. Bunu mənə ver, oradan baxalar nə çəkirəm. Hə, danışsan mən də. Hə. Beləcə biz ilk dəfə Sənbərlə bir-birimizi görəndə əslində belə olmuşdu ki, mən Sənbərə gəlib sual vermişdim. Sənbər məndən əvvəl girmişdi. Gözünüz niyə bu qədər qapaq şey oldu? Hə, deməli Sənbər girmişdi məndən əvvəl və mənə də maraqlı idi ki, mənim indiyə qədər getdiyim müsahibələrin hamısında çox qəribə suallar verirdilər. Bir dəfə müsahibədə mənə sual vermişdilər ki, bu qələm mənə sat. Yəni bu qələm mənə satmı? Çox hazırlıqsız idim və nə cavab verəcəyimi bilməmişdim. Düz orada da söhbətdən çıxmışdım. Mən müsahibələrdə həmişə demək olar ki, 99% hə cavabı alırdım. Hə, ona görə Mən də oradan çox təcrübəsiz idim. Müdir mənə əvvəlki müdürümünü soruşanda mən onu pisləmişdim. Və pisləyəndən sonra mən ağlıma gəldi ki, dedim ayda müdir indi deyəcək ki, bu da buradan çıxsa gedib məni pisləyəcək kimsinə. Amma əslində mən adamam da, yəni yaxşıdırsa yaxşı, pissə pis. Onu məsələn orada öyrəndim ki, əslində biraz bicox olmaq lazımdır. Hər şeyin düzünü deməyə gərək yoxdur bəzi yerlərdə. Orada öyrəndim. Ümumiyyətlə məncə bir iş yerinə gəl çıxırsansa, başqa bir iş yerinə müraciət edirsənsə ki, sən də yaxın zamanda müraciət edərsən, qətiyyən əvvəlki iş yeri pisləməməlisən. Hətta fərqi yoxdur. Bir yerdə işləmisənsə, o yeri pisləmək lazımdır. Birinci müsahibədə o mənfi nə deyirlər? Mənfi bir rəy qazandırır. Həm də ki, ümumiyyətlə lazım deyil. Mən deyəndən sonra, ağzımdan çıxandan sonra mən iş boy edəydim. Bilirdim ki, Vüsalə oradan çıxandan sonra mənim ağzımı cıracaq. Bir şey dedim, ay da, bunu deməməliydim. Vüsalə 100% indi qapının arxasında deyəcək ki, gerizekalı, o nə də söz deyirsə, o deyilməz orada. Yəni birinə başlayacaq. Ona görə deyirəm, Vüsalədən öyrəndim. Sən patavatsız idin də? Patavatsız yox, heç vaxt iş yerimdə, belə bir iş yerində işləməmişəm. Həmişə make-up edən yerlər necə olacaq? Arvadağız olacaqlar da hamısı. Heç vaxt ciddi bir iş yerində işləməmişəm. Əslində bu qədər gömməyəsən, sadəcə olaraq müdir işçi arasında sərhəd saxlamağı, işçilərlə sərhəd saxlamağı bilmirdi də. Yəni nə yadıma gəldi? Fatimənin bir dənə şey var, ağzına sakit çeynəyən makyaj eləyir. Mən elə ortamlarda işləmirəm. Mən nə bilim sərhəd nədir? Sən də öyrəndin əslində. Sizin bir müsahibəniz olmayacaq. Ona görə buradan öyrəndim. Hə, belə. Tujunu çəkdin yaxın. Hə. Belə. Mən də Sənbərə deməli, söhbətə keçirik. Mən də Sənbərə sual verdim ki, çıxanda. Bağışlayın. İçəridə necə idi müsahibə? Uğurlu alındı. Elədi. Siz niyə? Mən bilirdim ki, mənim rəqibimdir. Niyə görə sənə tüyo verməliyəm ki, salaq mıyım mən? Sonra da sual verdim ki, sadəcə spesifik nəsə sual verirlər. Və baxdım. Gözsüzdürdüm, getdim. Gözsüzdürdü, getdi. Mən cavab belə vermədim. Mən böyük qaldım ki, bu nədir? Amma normalda da insan deyiləm. O an nə oldu, mən anlamadım. Hırs böldü gözümü. Qıza sual verir, mən gözsüzdürüb gedir, nə bilim nə. İnşallah onunla qalmaram. Niyə? Bir də iş alarsan, eləyərsən. İşsiz qalaram, yenə bu sazı axtararam deyə çox şey olmuş, kötü olmuşdu. Sonra yekunda ikimiz seçildik. İkimiz başladıq eyni vakansiya üçün işləməyə. Dedim ki, ayda, yenə qurtulamadım. Və biz eyni vakansiya üçün işləyib birimiz seçiləcəyik. Və oturduq öyrənməyə bu İndi aramızda rəqibimizdə kim daha yaxşı olacaq, kim daha yaxşı öyrənəcək və idarə edəcək. Və yenə də orada çəkişməli bir çox az bir sürə oldu. Sonra müdir dedi ki, qərar vermişəm. Sonra mən öyrəndim ki, mənə SMM qız sağ olsun, Fidan, əgər izləyirsə buradan onu öpürəm. Mənə dedi ki, mən də öpürəm Fidan. Sən öpmə, mən öpürəm. Fidan da mənə işə öyrədəndi bu arada. Bizə. Əslində mənə də öyrədib. Deməli, sonra Fidan bizə baş saldı ki, burada bayramlarda ən axırıncı biz çıxırıq. Burada heç sonları xanım yoxdur. Bunları bizə işə götürən xanım deməmişdi. Çox ayıbdır. Bu çox ayıbdır. Məsələn, mən Vüsalənin oradakı o takdir işayət şeylərini görəndən sonra, bundan sonra iş yerlərimə gedəndə mən 6 bazar qalmalı. Haqqında elə ki, tələb eləmək kimi də. Yəni başdan razılaşmaq və
tam məlumat vermək lazımdır Bəli, insanlara. ətraflı məlumat Misal vermək. məsələn o vaxt əsəbləşmişdim, mən anlaya bilməmişdim. Yəni dedilər də, nəyə səbəb? Vüsal qat deyir ki, mən 3-4 gündür vaxtım gedib. Başdan deyin ki, altı bazar yoxdur kimsə. Mən belə şey olmuşdum. Ay, çirkin eləmişdim. Amma indi anlayıram ki, haqlıymış. Bəli. Çünki mənim bütün ailəm altı bazar gün evdə idi və mən həmin vaxt işləyib ailəmlə ümumiyyətlə vaxt keçirən müəssisiydim. Ona görə də bu mənə biraz nə bilim mən ətrafım, dostlarım, tanışlarım və mən həmişə öyrəşmişəm ki, mən bazar günü evdə olmalıyam mütləq. Zaten 6 gün işə Əslində mən də razılaşmışam. uyumağın səbəbi nə idi? Səbuyu həftə içi bu xatına qalırdı deyə. Mənə uyurdu. Biz işlədik. Müdürümüz. Hə, yox, sonra Mən dedim qayıtdı, ki, fidan gedirəm. çıxdı, dedi ki, ikiniz də işə alındınız. Hə, amma Biz də şeydə, ala qayıtdı dedi ki, sən bər, sən sevmə, mən sevindim ki, bunu atıblar. Qayıtdı dedi, sizdə mühasib olaraq. bəli, müdürümüz məni çağırdı Mühasib dedi yox ki, idi, hə, onda onlarda. Mühasib vakansiyası da yox var idi. Yo, bir dənə qız var idi. Orada işlər görürdü. Prosto da deyəsən təhsilinə bağlı harası gedirdi. Xanım da. Bu arada ikimiz də riyaziyyat bitirmişik. Bəli. Hə, sonra müdürümüz çağırdı, danışdı ki, bəs səni mühasib kimi, onu da SMM kimi istəyirik və beləliklə biz eyni iş yerində işləməyə başladıq. Ondan sonra da nə rakibi, can ciğər, artıq Sən arkadaşım. mənim gözümdəki pərdə qalxdı. Dedim, arkadaşım. Hə, sonra elə vəziyyətlər yarandı ki, bu arada rus dilində falan istifadə edə bilərik. Normal haldır. Əminəm ki, hamınız gündəlik həyatınızda istifadə edirsiniz. Bunu nöqsan kimi saymayın. Əgər əsəbləşirsinizsə, zəhmət olmasa videonu dayandırın və çıxın. Mənim ən sinir olduğum şeydir ki, Çıxmayın. İzləyin axıra qədər. Nə deyirsən, mən ən sinir olduğum şeydir o. Bəyənmirsinizsə, bala izləməyin də. Bu arada sənə belə pisrək yazanın hamısını qaralayıram, tapacağam. Ağıl. Eləməyin dostlar. Əgər birini bəyənmirsinizsə, Bəli, mən bir Yəni videonu ki- bəyənməsəm, onu izləmirəm. yox, bax, nəsə irad bildirə bilərsiniz. Pis nəsə varsa bəyənmədiyiniz deyə bilərsiniz. Hataydı ki, mən belə bir şey kəşf eləmişəm ki, mən birbaşa layner çəkəndə qəşəng çəkmirəm, turşu çəkib sonra çəkəndə çox qəşəng çəkirəm. Maraqlı. Deyim səbəbini. Nəyə? Çünki kipik elə qalxır və sən istiqamətini bilirsən. Tuş olmayanda kipik aşağı baxır, sən bilmirsən hara gedəcəyini. Maraqlı, heç bunu düşünməmişdim, amma mənə layner də gətirməmişəm. Hə, gətirməmişəm. Çünki biz siz niyə? Laynerin bitib. Layner tip. X6 çox qəşəng. Yox, bununla çəkəmirəm. Öyrəşərsən 50 saata ya. çəkdim, yox. Nə vaxt çıxmışıq biz işdən? Sən 2024-də. Adelin Bir il əvvəl. anadan olmasından bir ay əvvəl. Yox. Hə, Adel yox, bir ay əvvəl yox. Adel, mən 10 aylıq idim. 10 ayda doğulub Adel. Və Desən iyulun axırı idi da sən çıxanda, yox? Hə. Avqustun ortasında Adel oldu. 20 gün elədi ki, sonra Adel oldu. Gör Görün, mənə bu qız- utanırdılar, müdür falan, müsü falan. De, çıx get də da. Aa, Burada yox, doğulacaqsan. Cidden qarnı burnunda təsəvvür işə gəlir. Yəni çəkəməm. Sən mən heç nəyimi göstərmədin, nə istifadə elədim. Mən orada Mən bu videoda Sən deyiləm hər axı. Bax, şeyi pastelin highlighterı, Vycon'un ənliyi, Carmex'in dodaq nəmləndiricisi, Maybelline'in Last Sensation. Sensational. 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 Başqasının bir şey istifadə edə biləm. Tarte, Nisha, Flormar'ın bazası, NYX'in qaş sabitləyici heç bəyənmirəm. Heç saxlamır. Öncə də bəyənmirəm. İndi bir dənə linerimi çəksəm. Əgər qaşlarınız naziksə Nix alın, amma gür və qalındısa almayın, saxlamayacaq. Mən Anastasiyanı yoxladım, bəyəndim əslində. Anastasiya, neyinirsən? Düzgün yərin al. Mən tuş Bu vurdum. mənim idi elə bir şey. Bilimdə oyunu uzaqdadır, mən tuş Mən də liner vururam. yoxluq içində. Xasiyyəti o qədər pis idi, o qədər pis idi, ilahi. Hə, onunla padruq alırdım, çünki məcbur idim. Çünki orada başqa mənim yaşıdım yox idi. Onun üçün məcbur ancaq onunla padruqalıq eləməli idim. Amma xarakterini heç bəyənmirdim. O qədər soyuq qız idi, dəhşət. Soyuq idin də aşk əvvəllər. Soyuq deyildi. Mən nişanlıq dönəmim idi. Mən evlənmə yolunda, nişanlı və evlilik yolunda o qədər şey yaşayırdım. Mən sonradan uca səbəb problemlərini danışandan sonra başa düşdüm ki, yox bu qız soyuq deyilmiş, bu qız sadəcə Dərd çəkir. çəkmə. Çəkişmə bir həyat yolundadır. Çeşmə. Ver mənə, xahiş edirəm, bağlanın. Sözün doğrusunu unutdum. Çeşmə. Tap indi. Yox. Çeşmə-çeşli. Yox, çeşmə-çeşli. Çeşmə-çeşli. Aşağıda yazın düzgün variantlarını. Bax, Çeşli. çeşmə-çeşli mən. Çəkmə-keçli. Çəkmə nədir? Çəkişməli, keçməli. Məncə çeşmə-çeşli. Keçmə üzərində üstümə yoxdur. Keçmə-keçli və sonra Sənbərin nişanlıq dövrünü gördüm, toyunu gördüm, uşağının cinsiyyətin ilk öyrənən insan mən oldum. Söylənən abed vaxtı geyib cinsiyyət öyrənmişəm. Abed vaxtı
İcazə verdi müdürümüz, qaç-qaç getdik. O da desəz ki, niyə? Çünki Səbuyə sürpriz eləyəcək. Bəli. Mən birinci Sənbərə sürpriz elədim. Əslində Səbuyə sürpriz eləmək idi məqsəd. Amma mən istədim ki, Sənbərə də sürpriz olsun. Çünki Sənbər sürprizləri çox sevir. Enişdən buradan sənə səslənirəm. Mən də sürprizləri çox sevirəm. Sənbər də çox sevir. Ona görə də xahiş edirəm bizə sürprizlər eləyin davamlı. Konum buradan bura bağlayan sadəcə kadın ola bilirdi. Anladınız mı? Yəni biz iyi bir arkadaşlarız. Anladınız? Müsalə evlidə aşağıda da ağzına gələn yazmayın. Enişdə oxuyur aşağı. Xahiş edirəm. Eləməyin ki, enişdən bizim ilişkimizi... Arada yazmırlar ki, Müsah xanım nə gözəlləmə. Bir də enişdən yanlış alır. Oğlan da onlara yazan. Oğlan profilinə yazar, amma qadındılar. Nə bilirsən? Enişdən bunlar. Hə, qadın imişlər. Müsalə təzə evləndiyi üçün cehizini bu markaları görürsünüz də burada şax-şaxlı. Biri Teddy'dir, standart. O birisi də təzə bir şeydir. Məsələn, məktəbdə yoxlayıb almışdım. Çox severim. Çox severim. Başqa nə danışım? Bu arada aşağıda çox yazırsınız. Instagramda da burada da çox yazırsınız. Vüsalə YouTube kanalı aç, Vüsalə YouTube kanalı aç. Amma dostlar, mən hələ ki bu mövzunu düşünürəm. Nə tamam, mən sizin yerinizə hər gün deyirəm. Mən bu mövzunu hələ ki düşünürəm. Niyə? Çünki mən biraz şəxsi həyata sayğı, hörmət. Doğrudan Bunlara elədir. çox şeyəm. Həssas. Məsələn, insanlar mənə sizlə yox, sənlə yazanda mən ona istəmsiz cavab verə bilmirəm. Çünki tanış deyilik də. Sən niyə belə elədin kimisinə yazın, mən xoşuma gəlmir. Yəni mənim də xoşuma gəlmir. Sizlə bir yazmalısınız ya da ki şeydir. Hamiləsiniz, ev sizindir. Çox Kirayə şəxsi yoxsa suallar şey. verirlər. Bunlar üçün lazımsızdır. Mənə biraz qəribə gəlir. Okey, nəsə bir maraqlı bir şey ola bilər, nəsə görə bilərlər, soruşa bilərlər ki, hardan almısınız ya da hardandır və yaxud da insanlara bir blogerin evi maraqlı ola bilər. Bunlar hamısına okeyəm, amma kirayədirmi yoxsa satın mı? Mənə də yazırsınız Nəyə ev turu. lazımdır? Ev turu əslində mənim çəkməyimə bir məqsəd yoxdur. Çünki mən ev təmizliyi vloqları çəkirəm və orada bütün otaqlar demək olar ki, düşür. Amma dediyim kimi çox şəxsi suallar verirsiniz. Mən də elə suallar bilirəm ki, cavablamayacağam. Cavablamayanda istərsəmiz izləyicilərin qəlbi qırılır. Bu da mənə biraz istəmərəm ki, məni izləyən, mənə dəstək olan insanların istəmədiyi bir hərəkət edeyim. Belə şeylər görə qalmışam. Amma çox istəyərdim təbii ki, açmaq. Ya da aylıq nə qədər qazanırsınız? Sizdən soruşuruq nə qədər qazanırsınız? Lap tutaq ki 50 manat qazan, lap tutaq ki 5000 qazanır. Nə fərqi var? Ki bu arada 5000 qazanmır. Qazansa nə var idi, amma qazanmır. YouTube-da o qədər gəlir yox. Var yəni YouTube-da gəlir Bir dənə yoruma yazmışdım nə qədər qazandığımı. Həqiqətən. Hə, bir dənəsinə. Bəyəndinizmi makyaj şeylərini? Belə də, bəzilərini, bəzilərini yox. Nəyi bəyənmədin məsələn? Məsələn, highlighter bəyənmədim. Qaş sabitləyicisini bəyənmədim. Qaş sabitləyici, hə? Hə. Pudra belə də normal. Tanayını bəyəndim. Sonra ənliyi çox bəyəndim. Bronzeri bəyəndim çox. Sonra dodaq karandaşım istəyirdi zaten. Hə. Dodaq karandaşım istəyirdi, o heç. Qalan hər şey okeydi. Mən deyim. Nəyi bəyənmədim? Liner. Nix'di. Mənim də qaş sabitləyici Nix'dir. Marka Məncə- əlaqəsi yoxdur. yox. Əl yatkınlığına əlaqəsi Hə. var. Mən ona əlimi Yox, yatmır. bəyənmədim demək deyil. Bəyənmədim. Sadəcə sənə uyğun deyil. Bəyənmədim, almaram onu. Bəyənmədim. Bəyənmədim. Rəng əl alışqanlığı. Hə, belə də eləyirəm. Orada küçükdən baxım yadıma düşsün deyə. Dodaq karandaşım istəyirsən neçə nömrədir? 764 deyəsən. Yox məncə. Biraz çəhraylı. 64 yox 65 deyəsən. Mən biraz çəhraylı tonlu yox, qəhvəyi tonlu sevirəm deyə bunu bəyənmədim. Rəngini bəyənmədim. Başqa hər şey yaxşıdır. Transparent pudranı da bilmirəm. Birazdan biləcəm. Neyse, tortda mamam gətirib bu arada. Mamam şu. Heç belə bol tort görmüsən sən hansısa şinyətimdə. İçinə doldurur şokolad. Məkan xanımda səhifəsini bura qoyaq da, takip eləsinlər. Qeyd edirəm buraları bilirəm. Girin, takip atın. Çox sifariş Anam da verin. deyə demirəm, amma möhtəşəm hazırlayır həqiqətən. Bir sifariş eləyən, mütləq şəkildə ikinci dəfə sifariş edib, bu reklam falan deyil. Acın diş tortunda, 1 yaş tortunda Mətan xal eləmişdi bu arada. Çox soruşmuşdu. Acın 1 yaş tortunun şəkillərini dəhşət istəydilər məndən. Mətan xal eləmişdi onlar da. Instagramda paylaşmışdım. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çünki bu Sənbəri motivasiya edir. Sənbəri motivasiya edən hər şey məni də motivasiya edir. Çünki mən onu çox istəyirəm. Yaxşı ki var. Və ona enerji ötürürəm. Əgər mənim modumu yedirinirsə, onu da modu yenilərə gəlir. Ona görə də xahiş edirəm. Onun modunu salmayın. Allah haqqı səslər atır. İş görə qulaq asıram ki, falan kəs mənə falan ürəyi yazıb. Bəhmənkəs abunə olmayıb. Bu qədər faizim var. Nə bilim nə. İzləmirlər. Əziyyətim. Bu videoya çox əziyyət çəkmişdim. Bəli. Yeni vazgeçmirəm də.
Keçməz zaten. Çünki sən sevən çox insan var məncə. Bəli. Öpürəm sizi. Mən də sizə öpürəm. Sən öpmə. Niyə ki? Hə? Öpmə. Niyə öpməyim ki? Niyə öpməyim ki? Amma verin öpsün. Ki qaytar. Verin. Hə, özü də sağ ol. Mən ikimizin də yerinə öpürəm. Mən kişi olsaydım çox qısqanc olardım. Mən qadın olaraq da mənə elə gəlir ki, çox qısqanc deyiləm. İndi hər şeyin bir həddi var da. Qısqanmağın da yeri var. Qətiyyən. Mənim arvadım YouTube zadə işlədə bilməz. Səbuhi. Amma eləsini seçməmişəm. Çünki mən eləsini bəyənmərəm. Mən indi bəyənən olardı, YouTube işlətməyən qadın olardı, evlənərdim mən. Nə var ki bunda? Fikirlər. Tək YouTube işlətməsin, yoxsa Instagram falan? Necə işlətməsən, influencer olmasın. Hə, onsuz da hər qadın influencer deyil ki. Yox, influencer olmasın. Mən qısqanardım çünki nə də olsa. Yəqin ki, sahiblənici, qorumacı və sevdiyimi hiss elətdirən olardım. Mən kişi olsaydım alardım müsahibəni. Biz videonu çəkənə qədər artıq qaranlıq düşdü. Adaya gedək, yeməklərimiz qalır. Həm də yemək yeyək, gedib. İnşallah piş-piş səs arxadan gəlmir. Ücə alışıblar insanlar, demirlər piş-piş. Əvvəl çox deyirdilər. Çünki mən belə səbəbə toxunurdu. Mən istəmsiz olur o. Mən o qədər alışmışam ki, hə, mən o qədər alışmışam ki, bəzən videoda belə qulaq asanda anlamıram. Sən bu yanında olur qayda ki, videodan piş-piş səs gəlir. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Başqa videolarda görüşənədək hələlik.